Melek rəqəmləri, təkrarlanan rəqəmləri sevənlər üçün bir açılımdır. Melek rəqəmlərindən, kainatdan mesajın olacaq. Gəl baxaq. İki variantımız var. Yaşıl və qırmızı. Rənglərdən birini seç, variantlardan birini seç və mən də ona uyğun, hərəsinə uyğun bir kart qoyacağım və baxacağım. Gəlin birinci baxaq. Yaşıl rəng seçənlər üçün bu kartı qoyaq. Qırmızı rəng seçənlər üçün də gəlin bu kartı qoyaq və üstünə mələk kartlarından da yenə də əlavə məsləhət, bonus məsləhət olacaq. Tamam, fikrinizi dəqiqləşdirin. Mən isə başlayacağım açılıma. Gəlin başlayaq. Gəlin birinci karta baxaq. Birinci yaşıl rəng. O 5-5-5 dəyişiklik. Burada deyir ki, sən yüksəlirsən, enerji dəyişikliyi gedir, enerjidə yüksəlirsən. Amma yüksəliş bilirsən necədir? Sənin həyatına yeni bir dəyişiklik gəlir və bu yeni etapında, həyatının yeni etapına köhnə sistemlərlə keçə bilmərsən. Ona görə də sənə deyir ki, köhnə sistemi dağıtmaq lazımdır. Köhnə sistem nədir? Gəl belə deyək, həyatın köhnə quruluşu artıq səni növbəti mərhələyə daşıya bilmir. Yəni, köhnə quruluşda qaldığın sürəcə yeni mərhələyə keçə bilmirsən deyə ortada qalmısan. Ona görə də yəni bu dəyişiklik artıq səndə arzu deyildi, artıq mütləq olmalıdır, dəyişməlisən. Burada məsələn, işlə əlaqədardırsa, işini dəyişməlisən və yaxud da ki, işində dəyişiklik etməlisən. Çünki yeni yollar açılır, sadəcə bu yeni yollar səndə keçmişdə olan yükləri atmaq lazımdır. Yəni, kartın üzərində yazılan da, ingiliscə yazılıb da, onu deyir ki, əvvəlcə rahat görünməyən bir dəyişiklik səni gələcəkdə qarşılaşacağın daha böyük imkanlara hazırlayır. Yəni, hazırda ola bilsin çətin bir etapdasan. Məsələn, keçmişi buraxıb yeniliyə keçid etapındasan. Sənin üçün biraz çətin ola bilər. Amma inan ki, yeni keçiddə sənin çoxdan verdiyin niyə sualının cavabını tapacaqsan. Çünki 5 rəqəmi burada 3 dəfə təkrarlanır. 5 rəqəmi özü azadlıqdır, hərəkətdir, seçimdir, səfərdir, yenilikdir yəni. Amma bu qəfil dönüş enerjisidir. Yəni, belə deyim də, uzun müddət hansısa dayanmış bir məsələn varsa hərəkətə keçəcək və yaxud da ki, gözlənilməyən bir yerdən fürsət çıxa bilər, təklif çıxa bilər və yaxud da ki, olsun ki, münasibətində dayanıb qaldığın bir etap varsa, ya o münasibət daha yaxşı bir etapa çıxacaq, ya da o münasibətlə əlaqədar artıq yəni incəldiyi yerdən qopacağı bir dövr başlayır. Ona görə də, yəni, əgər hazırda nəyinsə bitirsə, nəysə əlindən çıxırsa, bu səni üzməməlidir. Çünki paralel olaraq daha yaxşı bir dövrə keçid eləyirsən. Bu da o deməkdir. Və sadəcə bu keçiddə nəyə hazır olmalısan? Yəni, bu keçid dövründə planların əvvəl düşündüyü formada getməyə bilər. Buna hazır olmalısan. Məsələn, və yaxud da ki, gecikmiş bir məsələ qəfil sürətlənə bilər. Və yaxud da ki, gözlədiyin bir cavab var. Tutaq ki, hardansa bir cavab gözləyə bilərsən, amma bu cavab səni tamam başqa bir istiqamətə yönəldə bilər. Belə bir şey var və bu yenilik səndə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ silkələnəcəksən. Köhnə dövrlə əlaqədar olan sistemlərin silkələnəcək. Məsələn, hətta bəzən də dirəniş nöqtəsinə gələ bilərsən ki, belə davam eləyə bilmərəm. İkinci mərhələdə seçim olacaq. Yəni, artıq dirənmisənsə, artıq yeni bir seçim eləməlisən. 2 yol olacaq qarşında. 2 yoldan birini seçəcəksən. Ya köhnə sistemdə qalacaqsan, ya da yeni bir yol seçəcəksən özün üçün. Və burada qorxmamalısan. Sadəcə perspektivli seçim eləməlisən. Üçüncü mərhələ isə yüksəlişdir. Artıq bu 5-5-5-in səni apardığı bir nəticədir. Level up-dır. Yəni, belə deyim də, səviyyə atlayacaqsan həyatında, maddiyatında, işində fərqi yoxdur. Ona görə də həyat səviyyən dəyişəcək, daha da yüksələcək, münasibət səviyyən. Köhnə olan, səni köhnəyə çəkən, səni aşağı çəkən bütün iplərindən, bütün belə məcburiyyətlərindən azad olmalısan. Bunu sənə deyir.
Yəni bu işlə əlaqədardırsa, işində yeni bir iş təklifi ola bilər və yaxud da ki, sən artıq birdən-birə bezib deyə bilərsən ki, mən artıq kimin üçünsə işləməyəcəm, özüm üçün iş quracam, özümlə əlaqədar işləyəcəm. Yəni bu belə deyim də, yeni bir dövrə keçir. Məsələn, münasibətdir, səni üzən, sıxan bir münasibət varsa, artıq deyirsən ki, mən artıq belə bir səviyyədə davam eləmək istəmirəm. Ya bu münasibət yaxşı bir yerə keçəcək, mən istədiyim bir səviyyə atlayacaq və yaxud da ki, artıq yəni bu səviyyə, bu münasibət bitəcək. Mən daha yaxşı həyata, daha yaxşı münasibətə layiqəm. Yəni bu artıq keçiddir. Bu artıq keçid dövrünə artıq addımlamısan və sən bu dəyişikliyin içindəsən artıq və inan ki, bir müddət sonra artıq həyatın əvvəl və sonraya ayrılacaq və bu yaxşı mənada olacaq. Bəlkə də xəyal etdiyin bir həyatı artıq yaşayacaqsan, yaşadığın yerdə olacaqsan. Budur. İndi baxaq qırmızı rəng nə idi? Qırmızı rəngə baxaq. Qırmızı rəngin seçənlər üçün 6, 6, 6, 6. 4 dəfə 6 təkrarlanır. Bundan heç kim qorxmasın. Bəziləri 6 rəqəmini, 6, 6, 6-nı başqa cür yazırlar. Amma inanın ki, bu böyük bərəkət deməkdir əslində. Yəni, bu kartın əsas mesajı budur. Sənin həyatına gəlmək istəyən böyük bir bərəkət var, böyük bir nemət var. Amma ona əvvəlcədən yer açmalısan. Çünki hazırki zamanda sən balansı pozmusan, stabilliyi pozmusan. Üzərində daşıdığın bəzi məsuliyyətlər var, köhnənciliklər var, insanlara həddindən artıq güzəştə getməyin var, öz ehtiyaclarını arxa plana atmağın var. Və bunlar da sənin gələcək bolluğunun qarşısını tutur. Dilimdə çaşdı. Yəni bu rəqəm əslində qorxulu və ya mənfi rəqəm deyil. Yəni bu rəqəm özünü sevmək, sərhəd qoymaq, ailə və münasibətlərdə tarazlıq yaratmaq, maddi mənəvi sabitliyə qayıtmaq mesajıdır sənin üçün. Yəni kartın üzərində də yazılanlar budur: özünü sevmək, sərhədlər, ehtiyaclar, müsbət enerji, müdriklik, anlayışlıq və buraxmaq, yəni keçmişi buraxmaq. Yəni insanlara özündən daha çox dəyər verməyi, özünü unutmağı buraxmalısan, özünü xatırlamalısan. Çünki 6 rəqəmi özü də numerologiyada çox böyük, dərin mənası var. Sevgidir, sevgi münasibətləridir, ailədir, qayğıdır, məsuliyyətdir, maddi sabitlikdir, gözəlliyə də aid olur bu, özünə dəyər verməyə də ifadə eləyir. Ona görə də bunun əsas mesajı bilirsən nədir? Başqalarını qoruyarkən özünü unutma, hamının yükünü daşımaq sənin vəzifən deyil. Bunu tez-tez özünə təkrarlamalısan. Yəni bu mesajı alan şəxs nəyə hazır olmalıdır? Öz dəyərini xatırlama mərhələsindəsən. Öz dəyərini xatırladıqca artıq bolluq, bərəkət və nemətlər sənə gələcək. Belə deyim də, özünə tez-tez təkrarlamalı olduğun şeylər var. Yəni bunu izləyən insan, belə deyim də, uzun müddətli başqalarına göstərdiyi anlayışı, sevgini, qayğını, diqqəti özünə göstərmir. Ona görə də belə bir qərar yaranmalıdır içində ki, mən artıq hər şeyi qəbul etməyəcəm, mənim də ehtiyaclarım var, mənə verilən qədər vermək istəyirəm, məni yoran münasibət əvvəlki formada daşımayacam. Bu eqoizm deyil. Bunu eqoizmlə səhv salmayın. Bu sadəcə özünə qarşı ədalətli olmaq deməkdir. Yəni sərhədlərini dəyişəcəksən, insanlara qarşı sərhədlərini. Bəzi insanlarla məsafə yaranmalıdırsa, həyatına çox burnunu soxmaq istəyən, çox həyatına qarşılan o insanlarla sərhəd qoyacaqsan, yox deməyi bacaracaqsan, səndən istifadə etmək istəyən insanlara yox deməyi bacaracaqsan. Və bu da belə bir maraqlı bir etap yaranacaq. Çünki sərhəd qoyduğun üçün səni günahlandıran insanlar çox güman ki olacaqlar, çox olacaqlar. Amma səndən uzaqlaşacaqlar. Amma yəni onlar sadəcə manipulyasiya etməyə çalışacaqlar. Yəni bu videonu izləyən, bu rəqəmi seçən insan 666 sizə uyğun gəlibsə 4 dəfə 6 artıq münasibətlərdə də balansı keçid eləyəcək. Yəni burada da əslində 5-5 rəqəmi kimi, belə deyim də, 5 ilə əlaqədar olan bir etap gəlir. Amma burada yəni belə bir şeydir. Bir münasibətdə daha çox vericisən və bu münasibət sənin vericiliyinə görə davam edirsə, bu münasibət bitəcək. Yox, sadəcə olaraq qarşıdakı belə öyrəşibsə, amma sevgisi varsa, bu münasibət daha da istədiyin bir etapa keçir. Yəni burada əsas bilirsiniz nə deyir? Burada əsas bolluq, bərəkət, nemətlə əlaqədardır və ona görə də buna çatmaq üçün sən məsələn bunu izləyən insan düşünə bilər ki, niyə mən maddi cəhətdən yüksəlmirəm? Sadəcə məsləhət var. Sənin verdiyin sevgi qədər sevgi almaq,
haqqın var. Sənin göstərdiyin qayğı qədər qayğı görməyə haqqın var. Sadəcə bunları özündə təkrarla və o yeniliyə, o maddi yüksəlişə yol aç. Bu qədər. Aldım, qəbul edilməz. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.